Salam aleyküm əziz izləyicilər. Bugün sizə Bakı mətbəxi əncir fərəş hazırlamağı göstərəcəyim. Keçən dəfə yığdığım əncirlərin ayırıb bərk hissələrini əncir qurutmağı istifadə etdim və qalanı xırdaları və partlaq hissələrini əncir fərəş etməyi çəkib sizinlə paylaşıram. Əncirləri yuyub və ət çəkən maşının iri gözündən çəkirəm. 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un və əncir qurudarkən qaynatdığım əncirin suyundan və aş üzəndə qaba süzülmüş şirəsi olur əncirin. Həmin şirədən əncirin üstünə əlavə edib pişməyə qoyuram. 2 xörək qaşığı raziyana, 2 xörək qaşığı cirə, 2 xörək qaşığı mixək, 1 xörək qaşığı üyüdülmüş darçın, acı istiyor zövqə görə. Bunları qarışdırıb əlavə edirik. Qoz dəfəsini xırda doğrayıb əlavə edirik. Və belə sinilərə yayıb günün altında qurumağa qoyacağım. 4 gün müddətində çevirərək hər iki yüzünü qurutmalıyıq. Bu əncir fərəc qədim Bakı mətbəxinin bir tamıdır və qışda soyuq dəymə, qrip viruslarına qarşı immuniteti gücləndirməyin gözəl bir vasitəsidir. Kimi ənciri var həyətdə, yığıb bu cür edə bilər. Konfet kimi doğrayıb saxlama qablarında və yaxud bankalarda soyuducuda saxlamaq olur. Budur əziz xanımlar, 4 gündən sonra əncir fərəc hazırdır. Mən doğrayıram. Kimi necə istəsə doğraya bilər. Kubik şəklində və ya paxlava şəklində. Böyük, kiçik fərqi yoxdur. Mənim doğradığım bu birinci list nisbətən qalındır, yumşaqdır. Digərləri də orta naziklikdə və nazik olanlar var. Bu dəfə mən tək qozla etdim və gələn dəfə düşünürəm küncütlə edəcəyəm. Bu qədər əziz izləyicilər. Kanalıma abunə olub bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Yeni videolarda görüşənədək. Xoş izləmələr.